türkünün əfsanəsi, həyatın sirli nəğməsi qədim Azərbaycanın ucsuz-bucaqsız dərələrində, dağların sərin və əzəmətli qoynundan axan çayların incə sədası və meşələrin fısıldadığı nağıllarla örtülmüş Kiçik Şahzadə kəndində həyat min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları kəndin dar daş yollarını, köhnə evlərin səssiz divarlarını və torpağın zəngin nəm ətirini oyadır, insanlara yeni bir başlanğıc və sarsılmaz ümid bəxş edirdi. Lakin bu gözəlliyin kəndin hər küncündə yaşayan insanlara dərin dərslər verən mənası, eyni zamanda həyatın sərt reallıqları ilə üzləşmək və bəzən nəzarətin itirilməsi kimi çətin anları da özündə daşıyırdı. Kiçik Şahzadə kəndinin sakinləri üçün ən böyük xəzinə maddi sərvətlərdə yox, atalarının bizə buraxdığı əbədi dəyərlərdə gizlənirdi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Bu müqayisə olunmaz dəyərlər nəsildən nəsilə ötürülürdü və hər kəs öz həyat hekayəsində, keçmişin ağır xatirələrində və gələcəyin ümid dolu arzularında onları daşıyırdı. Lakin son zamanlarda kənddəki həyat, iqtisadi çətinliklər, sürətli dəyişikliklər və şəxsi itkilər səbəbindən insan qəlblərində dərin yaralar və itirilmiş nəzarət hissi yaranmağa başlamışdı. Murad Məmmədovlar nəslinin övladı, uşaqlıqdan bəri kəndin dar daş yollarında, köhnə evlərin sükutlu divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Onun atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə deyərdi: "Həyat böyük bir roman kimidir. Hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o həqiqət səsi bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inan və əzmkarlığın toxuması kimi dərin izlər buraxmışdı. Ona həyatın əsl mənasını, insanın öz içində yanan doğru səsi və ədaləti tapmaqda yardımcı olurdu. Kəndin həyatı indi daha da çətinləşmişdi. İqtisadi çətinliklər, ağır qış fırtınaları, ərzaq və su çatışmazlığı insanları öz həyatlarından nəzarəti itirməyə və qəlblərində dərin yaralar buraxmağa məcbur edirdi. Hər kəs sanki keçmişin acı xatirələrini və unudulmuş arzuları yenidən tapmağa çalışır, amma hər dəfə həyatın sərt reallığı qarşısında bu axtarış sarsılırdı. Murad da bu vəziyyətdən qurtulmaq, itirilmiş nəzarəti yenidən ələ almaq və qəlbində yanan doğru səsi tapmaq üçün öz iç dünyasına dərin bir səyahətə çıxdı. Bir bahar səhəri Murad təsərrüfat işləri ilə məşğul olmaq üçün erkən yola çıxdı. O, Ataya-Qürurəun üzərində, kəndin dar daş yollarından keçərək, uzaq, sakit meşələrin arasında yerləşən, sərin və dərin bir dərəyə çatdı. Dərənin suları sakitcə axır, sanki zaman burada dayanmış, hər şey öz təbii dövranında davam edirdi. Murad dərənin kənarında dayanıb, suyun incə səsinin, dalğaların yavaş hərəkətini diqqətlə dinlədi. O, bu səsdə keçmişin itirilmiş ümidlərinin, qəlbində yığılan kədərin incə izlərini eşitdi. O an Murad öz içində sarsılmaz bir qərara gəldi. Həyatın hər anı, nəzarətin itirildiyi, qəlbdə yaralar buraxan anlar, eyni zamanda yeni ümidlərin, doğru səsin və həqiqətin doğduğu anlardır. Mən itirilmiş nəzarətimi və qəlbimdə yanan o doğru səsi yenidən tapmalıyam. Muradın bu dərin düşüncələri və səyahəti kəndin gəncləri arasında da geniş yayıldı. Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər həyatın sərt sadəliyi və çətinlikləri ilə üzləşdikcə hər kədərin, hər acının içində doğan yeni ümid və doğru səsi tapmağa çalışır. Atalarının eşq dolu nağıllarını və müqayisə olunmaz dəyərləri ürəklərində daşıyırdılar. Sosial iclaslarda kəndin bütün sakinləri bir araya gələrək, keçmişin ağır itkilərini, yaşadıkları kədəri və gələcəyin parlaq ümidlərini diqqətlə müzakirə edirdilər. Bu iclaslarda hər kəs həqiqət, maddi sərvətlərdə deyil, qəlbdə yanan, sarsılmaz və ləzzətli ümid, sevgi və mərhəmət işığında gizlidir, deyərək öz həyatlarında doğru səsi tapmağın və onu qorumağın vacibliyini vurğulayırdı. Bir gün kənd meydanında böyük bir bayram mərasimi təşkil edildi. Bayram sabahı dağların zirvələrindən aşağı süzülən günəş şüaları kəndin dar daş yollarını işıqlandırdı və hər kəs öz evlərində, bazarlarda və meydanda bayram sevincini paylaşırdı. Bayram masalarında yerli mətbəxin incə ləzzətləri, ətirli dolma, dadlı piti, şirin qutab və ən sevilən papatya şirniyyatları təqdim olunurdu. Bu yeməklər yalnız mətbəxin zənginliyini deyil, həm də atalarının eşq dolu nağıllarını, həyatın dərin dərslərini və qəlbdə yanan doğru səsi simvolizə edirdi. Bayramın sonunda kəndin bütün sakinləri böyük bir iclas üçün bir araya gəldi.
Bu iclasda Murad Qəlbin Səsi adlı layihəsini təqdim edərək səmimi və dərin səs tonunda belə dedi: Əziz dostlar, həyatımızın hər anı, nəzarətin itirildiyi, qəlbdə kədərin dərinləşdiyi anlar, bizə yeni ümidlər və təzə başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarının, onların bizə buraxdığı müqayisə olunmaz dəyərləri unutmadan, qəlbimizdə yanan o doğru səsi tapmalı və onu yaşatmalıyıq. Həqiqət, bizim qəlbimizdə yanan o səsdir, o, bizə hər çətinliyi sevgi və mərhəmətlə aşmaq üçün yol göstərir. Bu sözlər, kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu və Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi kəndin mədəni həyatında və iqtisadi inkişafında böyük bir dönüş nöqtəsi oldu. Kəndin gəncləri Muradın rəhbərliyi ilə öz həyatlarında itirilmiş nəzarəti və sarsılmış ümidləri tapmağa başladılar. Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri öz həyatlarına tətbiq edərək, kənd təsərrüfatında, məktəblərdə və bazarlarda yeni metodlar və ideyalar ortaya qoydular. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Məktəbdə müəllimlər uşaqlara həyatın hər anını diqqətlə dinləməliyik, hər kədərin, hər acının içində gizlənən ümid və doğru səs bizim gələcəyimizə yol açır, deyərək gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. Kəndin iqtisadiyyatında isə yeni istehsal metodları və modern texnologiyaların tətbiqi məhsuldarlığı artırdı və kəndin həyat şəraitini yaxşılaşdırdı. Lakin ən əsası, hər kəs bu inkişafın yanında atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində yaşadaraq həyatın hər çətinliyini sevgi və inamla aşmağa başladı. İnsanlar itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapdılar və qəlbdə yanan o doğru səs onların həyatında yeni başlanğıcların və müqayisə olunmaz ümidin təcəssümü oldu. Murad, qürur adlı atı ilə keçdiyi uzun və mənalı yolculuqda, hər addımında, hər nəfəsində öz qəlbində yanan o sarsılmaz ümid və sevgi işığını hiss edirdi. Qürur onun ritmik addımları ilə keçdiyi hər daş, hər yarpaq ona atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini xatırladırdı. Bu mənzərələr ona insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının öz içində yeni ümidlər və dərslər doğurduğunu bir daha sübut edirdi. Zamanla Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi kəndin hər küncündə, hər evində və hər bazarında öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində və məktəblərdə kənd sakinləri atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini bir araya gətirərək öz hissəsini dinləməyi öyrəndilər. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid işığını, o doğru səsi eşidərək öz nağıllarını sevgi və inamla yazmağa davam etdi. Bir neçə il sonra Kiçik Şahzadə kəndi yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi, o, eyni zamanda atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və insan ruhunun sarsılmaz gücünü nümayiş etdirən bir mədəniyyət mərkəzi kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o doğru səsi, o müqayisə olunmaz ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Müəllimlər məktəbdə uşaqlara həyatın hər anını diqqətlə dinləməli və qəlbimizin səsini eşitməliyik, çünki o səs bizə gələcəyin parlaq səhifələrini açır, deyərək gələcək nəsillərə ümid bəxş edirdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Kiçik Şahzadə kəndinin hər bir sakinin Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsinin və hakimin səsi, qürurun və sevginin nağılı dastanının gətirdiyi dərin dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Şahzadə kəndi atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan, diqqətlə dinlənən doğru səsi ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu.
Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan kiçik şahzadə kəndinin daş divarlarında, qoca evlərin divarlarında, ataların eşq dolu nağılları ilə bəzədilmiş sarayın küncündə və axan çayın sularında əbədi izlər buraxaraq, insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan kiçik şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə, lakin dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər.
Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, Qəlbin əsli səsi adlı bu dastan kiçik şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə amma dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə, qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, Qəlbin əsli səsi adlı bu dastan kiçik şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə amma dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə, qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır.
Beləliklə, həqiqətin axtarışı, Qəlbin əsl səsi adlı bu dastan Kiçik Şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə amma dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə, qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, Qəlbin əsl səsi adlı bu dastan Kiçik Şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə amma dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə, qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, Qəlbin əsl səsi adlı bu dastan Kiçik Şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə amma dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə, qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı.
Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan kiçik şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə amma dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik şahzadə kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan kiçik şahzadə kəndinin daş divarlarında, qoca evlərin köhnə amma dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi.